Əziz izləyicilərim, bu videoya siz abunə olun. Mən faydalanım, mən video düzəldim, siz faydalanın. Abunə olub videomu bəyənməyi unutmayın. 1 qram yağ istifadə etmədən incə-incə bükülmüş türk sayağı kələm dolması hazırladım. Kələmi sevməyənlər belə bunu sevəcək. Hazırlanması da çox rahatdır. İlkin olaraq kələmin orta hissəsini kəsərək yarpaqlarını ayırdım. Məndə kələm böyük olduğu üçün hamısını istifadə etmədim. Daha sonra yarpaqları qaynar suya qoyub 5-10 dəqiqə qaynatdım. Sudan çıxardıb soymağını gözləmək üçün bir kənara qoydum. Silver markalı ət çəkəndən keçirdim. Üzərinə yumru düyü, tomat pastası, duz, isot və sarı kök əlavə etdim. Ən sonda xırda doğranmış cəfəri əlavə edib yaxşı-yaxşı qarışdırdım və keçdim dolmanın bükülməsinə. Videodan da göründüyü kimi yarpaqların bərk hissəsini kəsdikdən sonra 4 hissəyə ayırıb dolmaları uzun-uzun bükdüm. Məndən sizə kiçik bir layihə. Əgər yarpağın üzəri bərk damarlıdırsa, siz də mənim kimi onu oxloq ilə əzərək yumuşalda bilərsiniz. Beləcə dolmanın bükülməsi çox rahat olur. Dolmaları qazana yığıb üzərinə tomatlı su əlavə edib orta atəşdə təxmini 1 saat bişirdim. Dadlıdır. Mütləq hazırlayın. Sizə nuş olsun, mənə də xoş olsun.